بسم الله الرحمن الرحیم. صبح بخیر. صبح ممنون که تشریف داشتید. جلسه 41 دفتر 5 مثنوی نخت مسته باشتی رو geçen hafta hazırladım. Dəqiqən geçen il sabahçı gün 5-9 yəni 9-5-97 başlamışıq dəftərə 5. Bir gün sual gəldi. Xanım Nazim, xanım Səttari gəlib bir nömrə cəşn tutdu. Tutmayıb da cəşni یک سالگی اتمام olsun. Genel cəşni dostlar və şaید elə bir gün cəşni payان dəftər 5 خب tutarsınız inşallah. İspanserun kim var? Xanım Sadəqə ki sizin ispanserizdir və indi o ki çətindir, mühimmidir, daşdan ispanserdir. Elhamdülillah sənin dövrlərində fəravan ispanserlər var. Bəli. Bir də ki, xub, muhitdir və imkanat dolar elhamdülillah. Xub, inşallah gələnində. Gələnlə qəzasını elə. İnşallah. عنوان درسimiz قصه bir şahsi ki iddiای نبوت eləyir. iddiای peyğəmbərlik eləyir. Sabiqdə bir də gəliblər, deyiblər ki biz peyğəmbərik. به حکم عقل و تجربه olmaz ki اولین مدعی پیغمبر yalan olur. Çünkü yalanlar nəzərə alınır ki təqlidi az düzlərdir. Yani ibtidaən insan bir başladaq yalan danışa olmaz. Əlbəttə bu əndişə dini, elə əndişə rəvanşinası da bu cürdür ki, insan ki, fitrətən salimdir, hamı mütəqiddir ki, insan salimdir, salim dünyaya gəlir. Yaxşı, salim dünyaya gəlir, danışanda düz danışır. Yəni, bəşərin zehninə əvvəldə qələt gəlməz, qələt danışsın. Qələti sonra camiədə öyrəşir. Qələt kopiye düzlərdir. Bir miqdar təğyiratla. Qətən əvvəlbar bir şəxsi به نام پیامبر راستین iddiای نبوت eləyib. دیو من پیغمبرم. Onu da məmur eləyiblər. برای مردم داشت elə bətər müxalifət eləməz. Zahir Qurandan budur ki, əvvəlin Peyğəmbər Həzrət Adəmdir. Quranda da yoxdur ki, Həzrət Adəmin mucizəsi nəymiş. Çünki niyaz yox imiş ki, mucizəyə. Şahid də mucizəsi olmuş ola ha. Vəli əvvəldə məsələn, mən Peyğəmbərəm, inanmısınız, deyirsiniz və yalan danışıyam, gəlin sizə mucizə görsədim, nəzərə gəlib olmuyor. Çünki əvvəldə niyəcə yalan danışılır? Yalan danışılmaz. Sonra aram-aram mərdumun içində yalan ki mod olur, ona da bais elə böhlə olur. Kiçiklərin də zehnə yetişməz ki, yalan danışalar. Kiçiklər böhlədən təqlid edirlər. Böhlən zehnə gəlir ki, iddiaya duruğun eləsinlər. Görürlər ki, düz iddiaya nübüvvət bir cüzvü hal, bir fəvaidi də var. Məsələn, böyük olurlar, düşürlər qabağa, asəqqəl olurlar, müdir olurlar, rəis olurlar.
مردم da نظر و نیاز yetiydi بالاخره çöməklilik o bahis olur ki bir də kopu götürsün yalandan iddiayı nübüvvət eləsinlər. Sonra bəran ki düzgün peyğəmbər qələt peyğəmbərdən müşəxəs ola peyğəmbərlər gəliblər möcüzə nişan veriblər. Möcüzə dəlil ver, sədaqət və rastgöyi peyğəmbər olar. Onlar da ki kopu götürüblər, yalandan iddia nübüvvət eliblər, onlar da gəlib bir möcüzələr olar da. Olan da möcüzələr şəbih çizi nəzir şöbədə bazı بیشتر görürlər ki cəmaati toğlurlar. اصلی ترین معجزه رفتار و زندگی انبیاdır. Onlar bir cür salim yaşayırlar. O salim yaşamaqlarıyla nişan verirlər ki, insanı rastindirlər. Kopi çox olub. Ona görə görürsünüz ki, bir də əfrad özlərin ənbiyaya şəbih eləyiblər, oliyaya şəbih eləyiblər. Onların filmin verirlər, onların nümayişini verirlər, onların ədasını gətirirlər ki, biz də onlara tayyıq. Qiyafələri, rəftarları, yolda cəmaatlə mümaşatı, danışığı, bircə gedirlər, gəlirlər, bircə rəftar edirlər ki, cəmaat disinə baxmıyor. Bunlar da məsələn o rədifdədirlər. Ki, bir dəsi təqəllübdür da, yalandandır. Yəni, zahirdə birci, batində birci, amma ənbiyanın zahiri, batini birmiş. Xülasə, cami bəşəridə bu tapılıb da, harada bir cami olub, təcəmmü olub, bir də iddiayı nübüvvət ediblər. Peyğəmbərlər müddəidirlər, Allah tərəfindən məmuriyyətlər varmış. Bir də elə mütəqiddir, həmişə bu iş ola, nübüvvət axirəcən gərək idamə tapa. Bir də mütəqiddirlər xeyr, az cümlə dinlərdən ki, mütəqiddirlər nübüvvət qutulub, İslamdır. İslamdan sonra o birisi dinlər demirlər nübüvvət qutulub. Ola deyirlər ki, hələ idaməsi var. Yahudiyyət, Məsihiyyət deyirlər, hənuz Peyğəmbər axir zaman gəlməyib, gələcək. Onlar müntəzirdirlər ki, Peyğəmbər gələ. Bəzi ədyan bu cürdürlər də. Deyirlər, hələ gələcək. Vəli Quran deyir ki, qutuldu. Quranda bir neçə dənə ayə var, onlardan istifadə olur ki, nübüvvət qutulub. Bir dəfə də sərihən kəlməyi Xatəmən Nəbiyyin işlədib Surə Əhzabda. Buyurur ki, ma kana Muhammedun əba əhədin min rizalikum, lakin Rasulullah və Xatəmən Nəbiyyin. O cəryan Zeyd و Zeynəbdə buyurur. Dərin ki, niyə nübüvvət xətm olub, çoxlu söhbətlər var. Əsli içərin cavab budur ki, bilmiyor. Əgər nübüvvət səhiddir, onda Allah səlah bilib ki, nübüvvət olmasın. Amma bir tövcihati var ki, qədim nübüvvət buna xatirdir ki, mərdum rəşid dəyildilər, rüşd yaftə dəyildilər. Və ehtiyac oldu ki, daimən bir nəfər gəlsin, bunları himayət eləsin. Mərdum eləyə bilmirdilər, kitab-های asmanələrini hifz eləyələr. Ona görə din və kitab-های asmani doçar xurafat olurdu və niyaz olur ki, Peyğəmbər təcdid olsun, nübüvvət təcdid olsun. Qeyr az müsəlmanlar o birisi dinlərin kitabları müddəidirlər ki, dəqiqən həman kitab-ı asmani deyil. Bir miqdar o kitab-ı asmanidir. Məsihlər, Yahudilər mütəqiddirlər, onların kitabları rivayətdir. Rivayətləri az Peyğəmbərləri. Bunda deyirlər, bunlar bizim mütun-i müqəddəsimizdir. Bundan da mütəbər bir
متن oxumuzdur və در این حال معتقدlər Peyğəmbər axır zaman gəlsin. Bizim Peyğəmbərdə qəbul eləmirlər. Çünki onlar معتقدlər Peyğəmbər axır zaman onların nəcadından olacaq. Elə Quranda da barha bu bəhs mətrəh olub. Siz hardan deyirsiniz bu sözü? Nə dəlillə معتقدsiz ki, Peyğəmbər axır zaman gəh Yəhudi ola? Həzrəti Məsih də Yəhudidir. Bu önce Həzrəti Məsih Yəhudidir, vəli Yəhudilər Həzrəti Məsih qəbul eləmədilər. Barha əzləmişik, zindəgi xası Həzrəti Məsih baş oldu. Ağası ki yoxdur, dədəsi ki yoxdur. Onlar mütəqidilər, dədəsiz oğlad olmaz. Bunun dədəsi var, məsələn, ali adamdır, Məryəm. Qələt işib, onlar nəsən? Yəhudilər nəsən? Vəli Quran deyir ki, elə olub düzdür. Daha surət, bu bəhs-i nübüvvət əcibə bir bəhsidir. Biz elə yetişiyoruz, gözümüz açıyoruz, hamı dindar, biz də dindar, heç elə fikir eləmiyik, təhqiq eləmiyik, dibinə getmiyor. Elə deyik və bu yollarda, dədərlə, məsələn, müsəlman, biz də müsəlman, başımız salmış, hoşa gediyordu. Vəli bəzi yerdə fikir elələrdən, Allah ki, deyərlər, niyə axı? O niyə deyənlə də bir dünya məsələ açılır da. Təhqiqat, fikr, əndişə. Hindistanda bilirsiniz ki, ənva və əqsam məzahib və ədyan var. Elə bir kənarında, elə bir tədad ihtimalar, insanlar orada din var, məzhəb var. Botpərəstlik də qədimdən orada varmış. Botlar da əğləb onların peyğəmbərlərinin, rəhbərlərinin botudur. Vəli bir də qədimdən orada nübüvvətlə müxalifət eləyiblər. Deyiblər ki, nübüvvət bixud və əbəsdir. Bu cür istidlal eləyiblər ki, peyğəmbərlər nədir? Peyğəmbərlər mütabiqə əql edirlər, ya mütabiqə əql demirlər. Əgər mütabiqə əql edirlər, xeyli xob, əqlimiz var, əqlimiz kəsidir, da nə niyazı var nübüvvətə. Əgər mütabiqə əql demirlər, da biz neyiniyor? Bir sözü ki, mütabiqə əql olmuyor, nə lüzumu var bizona? Təvəccüh. O cürəsi nübüvvətlə müxalifdirlər. در این حال که Allah'a معتقدdirlər. Deyirlər Allah adama əql verib, əsli tərən əql peyğəmbərdir. Əsli tərən peyğəmbər əqlidir. Olay da o cür həll-i fəsl edib. Xülasə, İslamda müsəlmanlar qəbul ediblər ki, Peyğəmbər İslam xatəmül ənbiyadır. Bir şaxəhay az İslam sorular ki, müsəlman olmuşlar, İslamdan şaxə ayrılıblar, mütəqid olublar ki, cədid bir Peyğəmbər gəlsin. İndi ki, İranda, dünyada və İranda bir quruhi var, bənamı Bəhaiyət, Babiyyət, onların Əmir Kəbir zamanı, ondan da biraz qabaq, hala təhti təsirin əvamil olan işim yox, biləxərə orada müddəi oldular ki, ehtiyacı var برای نبوت جدید نیاز به پیامبر جدید var Babiler indi Bahailer məşhurdur Babiler azdır vəl əvvələ Babiyyədən başladı Babilər sonra Bəhaiyyət onlar nəzəb oldu ki bu anki müsəlman idilər böyükləri böyükbaşları da özdə şiə idilər müsəlmanan şii idilər bu müsəlmanan şii معتقد oldular ki lazımdır ki nübüvvət cədid ola. Bu birisi alimlər onlara müxalifət elədilər. Deyirlər, bax Quranda Xatəmən Nəbiyyin var. Onlar dedilər ki, bizim təfsirimizlə, bizim şərhimizlə xatəm be mənay axirin deyil. Xatəm be mənay
زینت ده، انگشت و انگشتر ده، زمرد و پیامبر اسلام اولان tefsirinde گل سرسبد پیامبران پیشینده، نه اینچه آخرین پیامبر. اونا دیره خیلی بشریت همیشه نیاز به هادی وارده جره پیغمبر چه اینده حاکمیتی چه اسلام دوار مخالفه باندی شده Bahailer چه بسی fikirler Bahaiyyədə dönbalı o babiyyədi müşkillə vasıl olur da əğləb bunlar görürsünüz ki məhrumdular bəzi az xədəmat dövlətidən دانشگاهدان و کارهای دولتی دن چی عجب بی لحظه ده bilinəndə ola ixrac edirlər və bu pərvəndə های casusi də bir də bunlara mərbutdur. Deyirlər casuslar tutmuşuq, casuslara mütəlaş eləmişik. O casusi timlərində də həmişə xeyr qalibən bu Bahailərin رد پا var. Bahailer mutteham olan indi devletin nezanem la casusluk edirlər. Xoş. Mikrofon sesi mən yaxından açdım cəllər. Xoş, təzəkkür verin, cəllər yaxına danışara başlayın. O از بس بزنم من دانشم هیچ olub da هدر olub. İndi nəzirdir? İndi yoxsa təzəkkür vermisiniz də. Demaqda bir əsər var ki, demamaqda əsər yoxdur. Xoş. Yendim aşağı. Xeyr. İndi nəzir, indi yaxsın. Xoş, qabil islahdır, islahdır. در پیامبران zamanında elə پیامبران دروغین də var idi. Bir kitab var, tarix پیامبران دروغین. Şahzaman çap olmuşdu, sonra əvvəl İnqilabda da bir dəfə təcrid çap oldu. Balaca bir kitabdır, orada bir silsilə peyğəmbərlərdən söhbət var. Bu kitabhay dinidə də, nübüvvət bəhsində də bunu bir müxtəsər yazarlar. Ki o peyğəmbərlərin duruğinin mucizəsindən yazarlar ki, yəni gülməlidir bunlar nəzərindən o mucizələr. Nevisəndə kitabın nəzərindən olar gülməlidir, o mucizələr yazarlar. Ta deyərlər ki, o mucizələr bu Qur'anla, Ənbiyanın mucizəsi ilə qabil qiyas deyil. Xod Peyğəmbər İslam zamanında da varmış. Məsələn, onların bir Museyləmə-i Kəzzabımış. Özdə xanımmış. Bu xanım iddia nübüvvət eləyib, nə qədər tərəfdar yığıb. Bəzi işlər, Peyğəmbərin bəzi işlərində pərəst eləmişmiş. Məsələn, demişdi ki, xanım piş namaz ola bilər. İslamda elə bir, məsələn, o zaman mod demiş. Quranda yoxdur, xanım piş namaz olmaz. Vəli, mod özüdür ki, xanım ağalara piş namaz olmasın. O xanım, məsələn, demiş ki, mən namazı götdüm. Olsa da ixtiyari, əslən, mən namazı götdüm. Peyğəmbər namazı, o dedi, mən namazı götdüm, namaz həs. Bəzi adlar götürür. Əbu Bəş zamanı, Əbu Bəş ondan cəng eləyib, onu öldürübdür. Varmış Peyğəmbər. Neçə nəfərdə ocu iddia nübüvvət eləyiblər. Xülasə, bunlar mucizələr gətirmişdilər. O Musəlləmə-i Kəzzab tarixdə belə yazıblar, biz bilmiyoruz. Güya, məsələn, belə bir tarixdə yazıblar ki, Peyğəmbər İslamın ki, bir yazıblar 2000 dənə, bir yazıblar 1000 dənə mucizəsi varmış. Yəni, sərihən mən özüm dəstəyəndə dərs mən tədrisələrdən belə, amma elmi kəlam
Həman elə usul dindir, bunda səthi bağla. İşte mesela Maarif İslami'de, hukukta onu okuyorduk. Orada yazmıştı, bir dənə Peyğəmbərin mucizəsi var, o üçün bir miqdarını listələmişdi. Ən cümlə mucizatı Peyğəmbər ki, yazıblar orada, Quranda gəlməyib, budur ki, Peyğəmbər İslam bir də səhradan keçəndə yetişirlər bir quyunun başına, buradan su çıxasınlar. Görürlər, su yoxdur. Gəlir bu Peyğəmbər İslam آب دهن میاندازد به آن چاه خشک sonra oradan su çıxıyor. Yazıblar. Deyirlər bunu Müsəlləmə-i Kəzzabın qulağına yetişdi. O da kələh verir, gəldi, mən elə o işlərdən görürəm. Təsadüfən gəlib bir quyunun başına, orada su varmış. Deyir ki, mən indi bu ya آب دهن میاندازم تا su çıxsın, buzu çeşmə kimi tökülsün eşeğe. Bu işi görür və o su quyurur, da su olmur. Hala indi o nə cəhəlli fəstəliyi da bilməyəm, onun dostlarla peyrorlar, nə işlər görürlər. Ola yazılmayıb. Vəli bu miqdar yazılıb ki, Müsəlləmə-i Kəzzab, Məsləvidə də var. Məsləvidə də var ki, Müsəlləmə-i Kəzzab istədi su çıxar da bərəks oldu. Bəzi şərəhlər belə. Mərhum Dövlət Şəriəti yazır ki, Afrikada bir dənə Peyğəmbər 10 zamanında. Afrikada, deyim mən Əlcəzairdən getdim, orada gördüyümüzü şayiədir. Əlcəzair Afrikadadır. Afrikada şayiə oldu ki, bir nəfər Peyğəmbər gəlib. Cəmaat yığışıb dövrəsinə, mucizəsi də budur ki, suyu süt eləyir. Su gətirin, belədir o su. Hamı da qəbul edir, sövni də, məsələn, bəli, ona itaat edirlər, ona nə söz niyaz edirlər. Sabiq o bir imkanat var idi bu Telegramdan, WhatsApp'dan qabaq. İnternetdə var beydi, oradan qabaq var bey. Orada var idi ki, bir imkanat ki, adama üzv olanda post gəlidi. Mürəttəb bu Peyğəmbərin duruğindən ya müddəyan nübüvvətdən orada bir kliplər qoyadılar. Bir 3 il bundan qabaqcan Pakistanda, Əfqanistanda var idi böyük şəxsiyyətlər, ya Ərəbistanda, bəzi qəbalin içində gəldə iddia nübüvvət edildilər. Özdə ruhani idilər. Bunlar əğləb də, hamısı əğləb də ruhani olurlar. Elə Babiyyənin, Bəhayyənin də dibində ruhanilər var. Malladırlar onlar. Ki, iddia nübüvvət edirlər. Barha bunlar da böyüklər yığışırlar, onlar mühakimə edirlər. Daşa basırlar, öldürürlər, zindana edirlər. Mənim şəriəti yazır ki, bir də konskav olmuşlar, görəcək bu nəcür, nə konə işində kələh var, iyice tapmışlar, görmüşlər ki, bir miqdar şöbədəvazlar kimi şir xoşqu buyda köynənin ya kotun bəsində saxlayır, belə deyib, onu qatıyor, o şir xoş tökülür, onu süt edir. Onda təqəllibi tutulmuşdur. İndi Mevlana belənki bir cəryandan söhbət edir ki, bir Peyğəmbər duruğin varmış, gəlib və ona hakimi zaman nə şikayət edirlər, sən otubsan burada hafızı cihan İslamsan, müddəyi nübüvvət var. Deyirlər, tutun gətirin görək. Gətirirlər ki, öyle bu, bir dənə cansız, bir dərə, bir sümük, bir dənə Peyğəmbərdir. Bəzi mövqə bunlar ki, bu cür qeyri-mütarəf iddialı elərlər, bəzən əqlən əldən verərlər, ya bəzən bunları təhdid elərlər, tətmiyə elərlər, ya bir şey yerlər, bu cür divan olarlar, məzun olarlar. Xülasə, cihazdan bulan qəzalarına səmmi filan qatarlar, bunlar bu cür iddialı elərlər. Məst olarlar, keyflənərlər, məvaddə müxaddədən istifadə elərlər, bunlar da var. Bu şah
دیگه که منو tembihleyen istəyir ki, tembihləsin götübə buna, bir dənə sili vursalar, bir dənə şəllafsa ölə. Şahid də, şah özü də həm ya ürəyi yanı ki, sabah bitdə də gəllərlər, bizim Peyğəmbərimizini öldürdün. Çünki Quranda da var ki, qədim bitdə Yahudilər Peyğəmbərləri öldürüblər. İndi ondan sual edir ki, aram şah, ondan sual edir ki, illəti nə mənədir, mənşəyi nə mənədir, aya ispanserum var, aya sən bir nəfər ölkədir. Yavaş-yavaş başlayır ki, deyir, nə mənə yiyibsən, o yeməğin əsərində bu cür qələt iddia edirsən, deyir ki, bu, mənim çörəyim olsaydı yeməğa, da iddia eləməzdim ki. Yəni, biçarəlikdən, aclıqdan iddia nübüvvət eləmişəm, tabi bir şey tapam, yiyəm də. Bir nəfər bir qələt adam cəhdən gələrdi bizim klaslara və bəzi sözlər də deyədilər. Deyirlər, sən bu qələt işləri görsən, sən ax tutarlar, tənbih olarsan, zindana düşərsən. Deyirlər, mən onu istəyəm də, mən bu işləri görəm ki, düşəm zindana. Deyirlər, niyə? Deyir, orada eşitmişəm zindanda bir çət çörək verirlər axı. Mən orada biləm ki, bir çət çörək var yeməğa. Yəni, vaqən indi bitdə bu siyasilər, bətər müxalifət edirlər, onlar düşsünlər zindana ki, sazmanهای beynəlmirəli oradan himayət eləsinlər, onlar bilçiliyin o zindandan çıxsa, pənahəndə olsunlar, keçsinlər, dərxast pənahəndə eləsinlər və abunani verəsən. Bitdə bu cüydürlər. Neçəsi ilə əqləb bu cüydür. Ki, biləxərə İranda bunlar sahib çıxan yoxdur, onlar sahib çıxan. Hər yer bütün sahib çıxan var da, necə bizim danışməndilər, danışçılar ki, çox səthi bağladılar, onları cəlb edirlər, yaxşı imkanat qoyurlar, ixtiyana gedirlər, siyasi əfraddan bir dəsə bu cüydürlər. Xülasə, Mövlana o cəyanda söhbət edir, ta istədiyə ki, bir də qələt işlər از بیچارگی است، از نداشتن امکانات است، حاموس از دارندگی دی. üstə بیت 1117 bir baxsaz, ور بخسبی مشتری بینی بخواب، زغد بعد چه خواب بیند جز خراب، مشتری خواهی به هر دم پیچ پیچ، تو چه داری چه فروشی هیچ هیچ. گر دلت را نان بودی یا چاشتی، bu cümləni توضیح vereyim. از خریداران فراغت داشتی، دیگه اگه özün yeməğa çörən olsaydı, ya bir subhanən olsaydı, onda da دنبال müştəri gəzməzdin, özün başın qatışada özün də canlı var. Amma həmin ki, məsələn, bazarlarda gəzirsən, özünə müştəri axtarırsan, məlumdur ki, yeməğa çörən yoxdur da. Adam yeməğa çörək olsa, xiyabanlarda veylan-ı sərgərdan, ora baş çəkir, bura baş çəkir, onu danışdı, bunu danışdı, tamam, onda bir danışdıyalar da. Əgər sən danışdıyan olsaydı, o da xiyabanlarda velgədli eləməsən ki. Vaqən ilə bir dəndi giriftardırlar. Bu giriftarlar ilə به خاطر ناداری گرفتاردırlar da. Onların səlamını alan yoxdur, onlara təvəccüh edən yoxdur, onların imkanat da yoxdur. Biləxərə bir növ fəqrdən, ya fəqr maddidir, ya fəqr mənəvidir. Fəqr ictimai. Amil fəqrdir. Yoxsa adam göz orada bir olmaz. Bu amil fəqr, mümkün insan içərisi də fəqr olar. Mevlana bu zəminəni توضیح versin. قصه آن شخص دعوی پیغامبری میکرد، گفتندش چه خورده ای که
جیت شده ای و یاوه میگویی. گفت اگر چیزی یافتمی چه خوردمی، نه جیت شدمی و نه یاوه گفتمی. چه هر سخن نیک با غیر اهلش گویند، یاوه گفته باشند اگرچه در آن یاوه گفتن مأمورند. جهدان با مأموریت با مولانا bu داستان شدید در ضمن bir silsile elə bu saxtacı dastanda həqaiq də mətrəh edir ki, aləmdə iki növ munadi var, iki növ dəvət eləyən var. Dəvət eləyəni be haqq, dəvət eləyəni nahaq. Bir də xamdullah ilə hər ikisinə də cəzb olurlar, amma واقعا طرفداران دعوت انبیا انسانهای عاقل، متفکر و متقی olurlar. İndi bu müddəi bu anki iddiayı qələt edib, Cahdan da bunun ağzından Mevlana qəşəng sözlərdə mətrəh edir. Xo'p, aram başlayaq ki, xarit gəlziyor. Əsli qəziyə yadımızdan çıxmasın. Əsli qəziyə budur ki, kim kimin müştərisidir. Şəbih o sözdür ki, تو اول بگو با کیان دوستی، من آنگه بگویم که تو چیستی. Adamın dostundan, həm fikrindən, xanavadəsindən Peyğəmbər Mevla ki, bu kim? Mühim müştərilərindən, kim kimin müştərisidir. آن یکی می گفت من پیغامبرم، از همه پیغامبران فاضل ترم. ادعای نبوت elədi. گردنش بستند و بردندش به شاه چین، همی گوید رسولم از اله. جدی ادعای نبوت eli Allah tərəfindən رسول. خلق بر وی جمع چون مور و ملخ. Bir də beçar da müştəri də bu şeylə hamı müştərin başında. Camiədə hamının işi yoxdur ki, çe məcrəsdir o, çe təzvir o, çe fəx. Bu məcrədir, kələxdir. Təzvirdir, fəx yəni dam. Hətta bunda bir dam göstərdə است. Əlbəttə işte təşdidə var ha, fəx. Təşdidə var buyda o mələxəcə fəx. بدون تشدید. elə bu cüda bir də bu məşkukdurlar da, yəni inanmırlar. Yine kitablarda yazıblar ki, bir şəhərdə çox düşdü ki, bir dənə Peyğəmbər cədid gəlir. O da بدون که تحقیل یا واقعا پیامبر راستنده یا ناراستنده hükm verdi. Munta müqəddəmatla hükm verdi. Deyir ki, deyirsiniz ki, bu Peyğəmbər cədid gəlir, bu bizim kimin adamdır. Deyilə həm də adam olmasa ki, Peyğəmbər olmaz. Deyir, yəni bu iki ayağı var, iki əli var, bu bizim kimin yol gedər, deyilə bəli. Yəni ağzı var. dişi var, dilə həm baba ağzı var, dişi var. Deyib, bəs o da yeməğa gəlir. İndi ki, ağzı var, dişi var, yeməğa gəlir. Bir dilə əzdəm, bu züydülərdə bədbin dilə. Mümkündür ki, o Peyğəmbər rastı olaydı. Peyğəmbər rastı yeməğa gəlmir, yeditməğa gəlir. Vəli Peyğəmbər narastin qələt yeməğa gəlir. Mevlana istiyorlu deyə təfkik olsun, hamısı bir gözündən görməsin, hamısına mesela bir daş vurmuyor, qədim deyirlər hamısına bir səkkə vurmuyor. Gəl Rəsul an است ki آید از عدم. عدم بوده یعنی از طرف خدایی که به ظاهر دیده نمیشود. عدم یعنی بوده الله. ما همه پیغامبریم و محتشم.
Deyirlər, əgər bu ədəmdən gəlir, xub, elə bizdə ədəmdən gəlmiş o. İddia buzu dedilər, söz atdılar. Deyirlər, Allah tərəfindən gəlir, biz adamlar da Allah tərəfindən gəlmişik də, biz yedən sıxmamışıq ki. Biz də ədəmdən gəlmişik, bəs biz də Peyğəmbər yox, biz də muhtəşəm o, zəlil-ül qədr o, şəxsiyyət sahibi o. Ma az آنجا آمدیم اینجا غریب. مولانا bu da hüsnü su istifadeli. Bitti de bu zidirlər. Deyiləni Ariyədən gəlir. Buralı deyil, bəs qəribdir da. Bitti de bu elə bizdə qəribuq da. Moulana buydu ki, mən də qəribəm. Arifə dilə qəribıq, biz də Ariyədə gəlmişik. Buralı deyil o ki, əzan cahan آمدیم. Elə məsnəbə buzi başlayın da. Beşno'in çون hekayət میکند و از جدایی ها şikayət. Biz də cüda olmuşuq. Şikayətçi yox. Söz içində söz dedi Moulana. ما از آنجا آمدیم اینجا غریب تو چرا مخصوص باشی ای ادب gəlirlər sən ki bu iddia nübüvvət edirsən ki mən Allah tərəfindən gəlmişəm Allah da ki gözə görsənməyən ansuyi ilə biz də oydan gəlmişik nəzci oldu sən bizdən ilk səyirkərdən cölə oldun bağlatər oldun əgər sən Peyğəmbərsən biz də Peyğəmbərik o tərəfdən gələn Peyğəmbər olsa biz də o tərəfdən gəlmişik. Amma indi o şəxsi ki iddia nübüvvət edib, ona deyilən mütənəbbi. Mütənəbbi, yəni Peyğəmbər də, vaqi Peyğəmbər sonra deyilən nəbi. Amma yalancı olsa deyilən mütənəbbi. Yəni nübüvvət ra bər xod bəstər. İndi o mütənəbbi deyir ki, nə? Fərqimiz var. Şuma çون طفل خفته آمدی دیمجسی uşaq kimi gəlməyibsiz sizə bədəcədə uşaqdır ağlınız kəsmidi mən aqil gəlmişəm məndən sizin fərqiniz var bixəbər az rah و از منزل بودید بودید yəni nə budid siz gələndə yolu tanımıydınız xamıydınız amma mən rah şənasam rahbanam ruhbanam rəhbanam از منازل خفته بگذشتید و مست بیخبر از راه و از بالا و پست siz bu yollara gələndə bixəbərdiniz, zahildiniz, heç bilmirdiniz hardan getsiniz, hansı dərədən, hansı təpədən adres bilmirdiniz, vəli mən aşinayam, mənə öyrədiblər mənim əlimdə nəxşə var, nəxşə üzrə gəlmişəm biz Peyğəmbərlər, o yalancı Peyğəmbər deyil, ha? Yəni, yəni, duruğu nəcətamızı deyərlər. Ma be bidari rəvan gəştim o xoş. Ya, به خاطر bu təbləki şəş var, şeş, ya şəş, məsələn, bunu xəş oxuyacaq. Ma به بیداری روان گشتیم و خش از برای 5 و 6 تا 5 و 6 همان 6 مجن که 6 خاطی onda خش oxuyaq bildik, yəni icazəmiz var bu cür. Deyirlər, biz ki, rəvan olmuşuq, gəlmişuq, xoş gəlmişuq, rəvan olmuşuq, su kimin axmışuq, müşkilimiz yoxdur. از برای 5 و 6 5 و 6 تعبیر به مشکلات و ابزارlar 6 یعنی 6 جهت بالا پایین جلو عقب راست و چپ 6 جهت مشابه نظرتون 6 تا جانبه var insan ki muhat در 6 جهتdir 5 də insan احاطه olub 5 hissinə 5 hiss zahiri bir də deyil o 6 hiss batiniyə mərbutdur
فرق eləməz. چه 6 جهت ola, چه 6 حس باطنی و bu 5 حس də 5 حس ظاهری. Buyurun Hacı xanım, cavab verin, rahat olun. Rahat. Deyirlər ki, o mütənəbbidir ki, sizlər ki, muhatsuz, گرفتارسوز در این 11 جهت، در بین این 11 مشکل، ما فراتر از این 11 هستیم، ما بالاتر هستیم. biz ilə sizin fərqiniz var. دیده منزلها ز اصل و اساس. biz ki gələndə mənzilləri görmüşük, yolları tanıyırıq. Ağahane gəlmişik. Sizin kimi qafil, çeşbəstə dünyaya gəlməmişik. Çon qəlavuzan o anı gətirəcək bu tərəfə. O aba kulağına götürək. Kulağın götürəcək. Qəlavuzan yox ha. Çon qəlavuzan xəbir o rəhşinas. Bu da çapda həm fasilə düşüb, həm də an yazdıq. An da Qəlavuzan پیشاهنگان olar ki, پیشاپیش سپاه gedərlər. Türkdə gədən çavuş deyərlər. Sabiq bir yerə, məsələn, bir getsəydilər ziyarətin, o qruhun, karvanın qabağında bir qruh gələrdi. Karnaval kimin, avaz oxuyordular, ahəng oxuyordular, şeir oxuyordular ki, mərdum. Bitdə gedirlər müsafirətə, səfərə həccə. Ya səfərə həccdən gəlib, agəhi verdilər, hamı bilərdi. Ya mühüm şəxsiyyətlər birdən xastiqar gələndə, bu cür xeyir işə gələndə, toya gələndə, elə o cür şahlar da gələndə, bir yerə xoşluq gələndə, bir qruhi gələrdilər. O cəngi mövqe, onlara deyilər pişqəravul. Onlar ayrı gələndə şinasayı elədilər. Vəli xoş gələndə, gələrdilər, deyərlər ki, mərdum amadə olun, indi məsələn, yarım saatdan sonra Əla Həzrət gələcək, yarım saatdan sonra Hacı filanı vardı olacaq. Onlara deyərlər qəlavuz, pişahəng. Çon qəlavuzan xəbir o rəhşinas. Bunlar qabaqdan gedərlər, yolları tanıyardılar, ağah idilər. Ki, görsünlər kim kəmin eləyib, məsələn, caddə, ha tərəfə yaxçıdır, hara sənciraqdır, haya safdır, haya qancəsaq, suya yetişəcək, karvan zəhmətə düşməyəcək. O, Həzrət Süleyman Ceyran'da da bu məntiqoteydə də bu hudhudun az cümlə məmuriyyətlərindən budur ki, hudhud pişqərav oldu. Ərtəşi Həzrət Süleymanda bu cür gedi qabaqdan tanır ki, hardan geçsələr suya yetişəcəklər, hara yol caddə safdır, harada düşmən kəmin eləməyib, gəlirlər Süleymana deydilər. Həft şəhri eşqidə də elə hudhud pişqərav oldu. Gedi, gəlir, rahşinasdır. Bəqiyyəni aparır. Xob, cəmaət belə danışdı, bu da o cür cavab verdi. Bu mütənəbbidir, nə xeyr? Biz sizə hata edərik, siz gələndə cahil gəlibsiz, qafil gəlibsiz bu dünyaya, əmma ənbiya, cahil, qafil gəlməyiblər. Onlara Allah öcədib, onlara nəqş-i rahlar var. Cəmaət bu mütənəbbi ilə eləyə bilmədilər. Və istilah, müqavimət eləyələr. Onlara hərif olmadılar. Xob, getdilər şaha şikayət elədilər. Şah ra goftənd, işkəncə əş bekon. İşkəncə nə şikəncə? Şahla bunu şikəncə elə, tənbih elə. Ta nəquyət cinsi o hiç insoxan. Ta 5 nəfər də dərs ibrət olsun. Mınata cinsi o, yəni mınata. Su istifadəsilə təşərrəf bu cür su istifadə eləməsinə, iddia nübüvvət eləməsinə, məcəb olar, bilmirlər ki, xətm-i nübüvvət olur. Cinsi o, yəni ona tayəfra. Şah دیدش بس نزار da deyərlər, consuz
بس نزار و بس ضعیف. و افراد da ki düşərlər bir müddət mədidi bəstər بیماریyə da canlı olmaz. Ola da deyirlər nəzar است. Ya da tu iki qədəm yol gedə bilir. که به یک سیلی بمیرد آن نحیف. نحیف یعنی cansız. Bunlar deyirlər onu vur, deyək vursaq ölər də. چه توان او را فشردن یا زدن. فشردن اشکنزه دادن. olmaz ki buna işkence vere. olmaz. Bunu tembihliye. که تو شیشه جشته است او را بدن. بدنی شیشه تا او را بله بیدن سیلی دسته سنزا. یعنی öləcək. لیک با او گویم از راه خوشی که چرا داری طلاف سرچشی. شاید اجازه به من bundan خوش danışım. Cüm راز و رمزه نده. Niye be serçeşliyeli? Niye iddia nübüvveteli? Laf zeden yani بیخود سخن گفتن. Niye بیخود danışın? که درشتی نهایت اینجا هیچ کار. اینجا یعنی با عالم اسلام صحیح بینه و درشتی ادعای نبوتیه. یعنی چه؟ هم به نرمی سر کند از غار مال. یه مشاخلق eləsən ilan elə qardan mənzəyən yuvasından çıxarışıya. Dulson yuvanın qabağında, laniyə marın qabağında dayan sonunda hartı pütüləsən o çıxmaz çeşiyə. Səs salsan, qiyamət salsan o elə orada gizlənər. Qəblən də oxumuşduq ki oradakı rubah ku və şoğal ku Bəzi موقع bu heyvanat istələr şikar eləyərlər, bir səslər çıxadarlar, bir sözlər deyərlər ki, o fikir əsində qorxmasın. Desin, öz dostları onu çağırıyor. Aram, yuvasından çıxsın eşiyə, onda tutarlar. Deyir, bu da bir ilandır ki, cib bunun içinə, bəs bunun dilinə, aram neyək buradan çıxardar. Qar yəni pənahqah. مردمان را دور کرد از گرد وی. جماعت داد جدونجا گوش بین bu متنبین başına. Şeh latifi budu nermi verdi vey. Latif idi, yumuşaklık idi, nermi danışıydı. Nermi verdi vey. Yani aram o yüzden verdilemişti şey. Geçen zikirler dedi sana. Qəşəng imkanat verəcəyik, sənə məsələn toy tutacağıq, sənə qəza verəcəyik, libas verəcəyik. Onun başın səriydi, toğul idi. پس نشاندش باز پرسیدش زجا. یه حالا که بیرلش شرح bir danışaq, bir çıvıqsa şərh, bir gəlganlaşaq. Deyəcəm, hardan gəlibsən, haralısan? Ki کجا داری معاش و ملتجا. Hardan yesən, dərəmədin nə qəddir? Multəca, yəni pənahqahın haradır, evin haradır, evin var. Aya karton xapsan, ya evin var. گفت ای شه هستم از دارالسلام. دارالسلام یعنی عالم برین، از آن جهان آمدم. عالم بهشته، عالم ماورای طبیعته، آن طرف جهانا دیرler دارالسلام که orada سلامتی var. Bu bir tane çok cالب istilahdır ki insan ta o məvardə nadirdə yuxulur, gələt yuxu görür, duyu əsəb xorda olur ki o nesilləti var. Bir miqdar meydəsinə mərbutdur, bədəninin narahatsızlığına mərbutdur, mərzuluna da mən bura yaxşı yuxu görmədim. Bir miqdar da o naxudagahına mərbutdur, bir zaman qorxubdur, vəhşət edib, ədəm əmniyyət ehsas edib, onlar da gələ yuxudur. Vəli onlar ki və əqləb də
rahat yatarlar, yaxşı yuxu görərlər. Çünki keçirlər o birisi aləmə. Darüssəlama keçirlər. Əvvələn belə istisna tamam insanlar yatacaq, yuxu görərlər. Bəzi yadda qalar. Məsələn, rahat yatıbsan, rahat duyubsan, onda o zaman qəşəng yuxular görürsən. Adam duyacaq yuxu yadından çıxar. Nüdrətən yuxu yadda qalar. Yuxulayanda adam varid aləmə mavərai təbiət oluyor. Mavərai təbiət darüssəlamdır, səlamətlikdir. Öləndə də bu cürdür. Onlar da ki, ölürlər, deyilirlər, onlar da bu cür narahat gəlirlər. Yəni, bu bədən deyiləndə narahatçılıq gəlir qabağa. Onlar da ki, bihuş olurlar, əmələ cərrahi, onlar da bu cürdür. Ta bihuşdular, rahatdırlar. Bihuşlar, yəni bu dünyadan geçib o birisi dünyaya. Vaxtı ki, istəyirlər gəlirlər bu dünyaya, təniş ilə, zəhmət ilə, dəribəri deyil. O vaxt narahat gəlir. Öləndə də bu cür, adam öldü, qutuldu, elə getdi, vardı, darüssəlam oldu. Əqlab insanlar rahatlaşırlar. Nüdrətən bəzi əfradi çox belə pis yaşayıblar. Çox pis yaşayanlar necə pis yuxu görürlər? O pis yuxu necə, məsələn, pis yaşayıblar, məsələn, əsabı xord olur və bir nəfə onu əsabını xord edir. Məriz olur. Elə məriz yatanda yuxu təşkil ruhu, rəvan müəzzəbdir. Onlar ki, vaqəən qələt yaşayıblar, onlar öləcək, rahat olmayacaqlar. Çünki o idamə tapır da. Amma üçün əksəriyyət mərdum, yoxçu yaşayırlar, rahat yaşayırlar, ölməkdə da rahatdır. Bənabərin, öləndən sonra vardı darüssəlam olur. Xülasə, darüssəlam sifət ancağın است. Və mütməin olaq gərək mütməin olaq, cəbrir. Hər kəs mütməin olmasa iştibah edir. Ki, o tərəf bu tərəfdən yaxşıdır. Niyə? Bələn ki, o da davərlər, qazilər, münsifdirlər, ədalətlə, mehribanlarla. Buradakı davərlər qeyri-münsifdir, bir də cəhalətlə, həmrah və cəhalət. Qazilər burada cahildirlər. Qazilər elə ittilatda o pərvəndədir, o zəbtilərdir, əksilərdir, sənətlərdir, əfradın şəhadətidir. Ki, burada qədər düzgün olar, nə düzgün olmuyor, aya bu Photoshop'dır, Photoshop deyil. İndi iki də əxbarda göstərdik də, bu mühakimə edirlər, olar ki, mücrim iqtisadidirlər. Dövlət verən əhti apapla bazarda kiloda 1000 tümən, özə 1000 tümən. Onda üçün böyükdür. 2500 tümənə dövlət, 2500 tümən. Dövlət Brezildən ət gətirib və bunlar satsınlar, pəxş eləsinlər, onlar apapla baha satır. Hey, burada qazi də elə hardan bilsin? Cəmaət xucu quzarış verdi. Bu quzarışda nə qəd düzdür, nə qəd qələt. Səylik tərəfdən söz səhsin. Qəzavət edəndə. Qazi dərvaqı bu dünyada cahildir. Cahil isbeyni də alim. Ya cahili istər müqabilə ki, alim. Mucrim alimdir, bilin əşyə. Bilin əşyə miyib, qazi bilmir ki, buna sualat elə bəlkə çəhsin əşyə. Xülasə dünya ki, həmrah ba cəhalətdir. Amma ahirətdə qazi alimdir, ağahdır. Hər zada bilir. Şöyle hər zada bilir və özlə mehribandır, Rəhmanur Rəhimdir. Ona görə orada şahidlər də, firiştələr də dəqiqən hər nə ki var, onu nişan verəcəklər. Hər kəs bu dünyada rahat yaşayıb, o da rahat olacaq, xülasəsi budur. Və çox əqləbə mərdum rahat yaşayıblar. Yəni, əqləbə mərdum, mütəqəllib dərlər də, əqləbə mərdum, sarıq dərlər də. Düzdür, biz digərən yaşayırıq. Amma indi məsələn Təbrizi 2 milyon nəfəri də və neçə nəfər mütəqəllibdir ki, əli kəsməlidir. Şöyle 1000 nəfər olmaz ki, baxan ki, zindanlarda, düz zindanlarda olurdu. Amma azdılar da, nisbət bəqiyə mərduma yekdər, hezar.
Bu nişan verir ki, əksəriyyəti mərdum salimdirlər. Yəni, evlərdə salimi mutlaq ki, dərlər, bir təxəllüflər olur. Bizdə də məsələn, elə istəyir ki, səfirlanlar geçsin qaba. Amma sırf siz geçsiniz ki, bərbər almağa, səncə almağa, görürsünüz, 20 nəfər dub səfər. 1 nəfər təqəllüb edir. 20'si təqəllüb eləmir ki, o 1 nəfər təqəllüb geçəndə, ya görürsən ki, geçi, bir də gəldi dağıldan yoldaşı belə elədi. Belə elədi. Özü 2 dənə alacaqdır, 5 dənə alır. Hamı narahat. Oğlu da elə mən görürəm. Ki, dur burada, əvvəldə de aşağıda 3 dənə istəyəm. 3 dənə sən gəldim. Sonra görürsən ki, 7 dənə götdü. Dilə bax, işte, diyor, 7 dənə istəyəm. Çıxanda bir nəfər orada yox, ya 2 nəfər də Allah həyəsən 2 nəfər. Bunlar neçə nəfərdirlər, o 20 nəfər də 1 nəfərdir. Çünki 20'si də təqəllüb olsa da o zaman narahatsızlıq olmaz, hamı təqəllüb verir, ya da hamı təqəllüb verir, ya da onca hamı bir-birinin başını sındırar. Elə səfər duyanlarda bu gözü 1 nəfər, mütəqəllib 1 nəfər, 2 nəfərdir. Camiədən noən mütəqəllib adam azdır. Mümkün adam ürək istəyə təqəllüb edir, və eləmir ki. Və çox adam da ürək istəmir. Bunlar nə üçün ərz eləyəm? Bundan ötü ərz eləyəm ki, əksəriyyət mərdum camiəyi qələtdə salimdir. Hələ camiəmiz qələtdir. Ki, bəzi cəvami ki, düzdürlər. İndi məsələn, 1 nəfər fəqət quşsi zəhvuri. Görürsünüz, hamı quşsi rahatdır da 1 nəfər əziyyət edirlər. Olsun xanım, cidden arz ederim, siz cevap verin de zaten rahat olun. Sağ olsunlar, göster xanım sağ olun. İndi gözü 1 nəfərdir, bir də telefonu zəhvədən ucudan danışır. 2 nəfər, 40-50 nəfərin içində bəs o ki, mən onun ki, bunu düzgün təcəssüm edəyək. Axı, indi məsələn, mərdum qalıb kimdən soruşaq da? Bir də məzhəbi ilə hamını cəhənnəmi bilirlər. Eşidib də ki, cəhənnəm dolacaq. Quranda var cəhənnəm dolacaq. Cəhənnəm dolacaq və cəhənnəm danışacaq özü. Cəhənnəmdən səs çıxacaq ki, həl məmməzid ki, nə var? Gəlsin. Bu cür təsəvvür ki, cəhənnəm üçün dolacaq. Quranda yoxdur ki, behişt olacaq. Amma mütəvəccih deyərlər ki, əz idiqahı Quran, cəhənnəm balacadır. Qəblə nəzir eləmişəm. Elə cəhənnəm çox böyüsə bu Gülüstan bu həkətlədir. Tamını doldurmağa bizzat yoxdur ki. Amma bu ki, behişti vüsəti və vüsəti asman hava zəmindir. Tamını doldurmaq olmaz ki. Asman püsüsü geçsəz heç ahirə yetişməsiz ki. İndi bir nəfər deyər ki, gəlin metreliyək, gedək ki, bu asman axir haradır, fikirləşməyə yetişmək olar. Gedəcək su getdikcə açılır da. NASA-da deyirlər ki, o 3% asmanlar kəşf olub. 97% hələ qalır. Özü hələ aləmi təbiətdir, aləm vərai təbiətdir. Fənabərin dolmayacaq. Nə qədər olsa yeri var. Bu pədidəni bir də tənci nəzər məzhəbi ilə o bici təbirlə ki, hamı günahçılardır, hamı dolduracaqlar cəhənnəmə. Elə baxırdı ki, xanımlardan keşbəyişdə gedən olmaz, bir də Həzrəti Fatimə də bir 2 nəfər orada, onun xadimlərindən, möminlərindən Həzrəti Məryəm. Kullu dünyadan neçədən şəhid var, şəhid nələrdir ki, onlar da gələn məhdudlar, hamısı da yox. Ağlarda ki, xubda əğləb mütəqəllibdir. Bu didi qələt bəzi tənci nəzər məzhəbilərdir. İrfanda bu cür baxmazlar, filosoflar da bu cür baxmazlar. Bu Əli Sinanın bir əcibə, heyrətəngiz, istidlalı və nəzəri var, qəblən ərz eləmişəm. Bir dəfədən onu ərz eləyim. Bu Əli Sina deyir ki, yer üzündə bu 7 milyard, 8 milyard insanda neçə nəfər tapışarsınız ki, 100% salimdirlər.
Mesela kıtsarı mı, koları mı, göz ağrı mı, aspirin ihtiyacı yoktur, rahat. Deyil, ola 8 milyardın içində BTD-dən qoşduğunu dəst. Ola BTD-dən qoşduğunu dəst, 100% salı. İndi bu 8 milyardın içində neçə nəfər tapa bilərsiniz ki, 100% ölməlidir, necə başın vura, ya əzda gəlib onu öldürə. Gəlir ölə bu. Gəlir idəm olalar. Deyəcən axtarsız, o əvvəldəkilərdən çoxdular, amma cinazdılar da. Bir nəmə Təbrizdə 100% aparaq ola, eydam eləyən əllərini kəsək. Heç 5 nəfər olmaz ki, 10 nəfər olmaz ki. O da hələ bizim nəzəmdə, qazi hələ. Bu 8 milyardın neçə nəfər az. Bu 5-10 nəfər bu tərəfdən, o 5-10 nəfər çıxsan, bu 8 milyardın qalanı hamı bir nisbəti, mərizlə bir nisbəti sağlamdır. Bizi kesinirlər də. Yox, bu mərizlə yapaq öldürə. Çün baş ağrı yapaq öldürə. Çün qol ağrı qısar ölməlidirlər. Kəfəndən amadə eləyək. Əksəriyyət qərib bir ittifaqı mərdum bu Əli Sina da. 10 ta filsuf cəmiyib. Heydi ilə iddianı qüvvət elə. Eləmədi. 100% iddianı qüvvət eləsəydi, bətər vəzi tutardı. Çünki özdə vəzir idi. 7 milyar ya 8 milyardın əksəriyyət qərib bir ittifaqı 99%, 99% biz deyəcəyik ki, inan zندگی میکنن کشتنی نیستن، یعنی جهنمی نیستن. Onlar gəldiyi ki, bunlar behişlidirlər. Sən otobüs özündən təyin təşrif edirsən. Bir vacə filsufdan idi. Mevlana'nın da buzuydu. Əfrad məhdudi, ənqoş şumar, əlbəttə cəhənnəm 100% var. Cəhənnəm olmasaydı Allah da deməzdi. Amma cəhənnəm o məhdud, elə onu doldurmağa bizzat yoxdur. Bu istidlalı bu Əli Sinanı, bu Əli Sinan üçün həm təbibdir, həm filsufdur, həm arifdir, onaca bu qəşəng misal tapıb. Bunlar hamısı hardan gəldi? Bu Darüssalamdan gəldi. Goft ey şəh, həstəm əz Darüssalam, o tərəfdən gəlmişəm. Amədi əz rəh dərin Darülməlam. Mevlana yenə sözün deyir ha. Bu dünya darül məlamət, darı məlamət, darı nikuheş. Elə hamı bibin danmır. Deyir ki, düz otur, düz dəvəş. Nə mərə xanə است و nə yekəm nişin. Sən xیال rahat edin. خانه چه کرده است ماهی در زمین. دوباره مولانا پلوره دی من ماه آسمانم. ماه آسمان کره زمینده özünə ev düzəldə. Yəni man cahani هستی. مصر اول دیگر من بدبختم. نه مرا خانه است و نه هم نشین. بیچاره‌لیکن ادعا نبوت eləmişəm. اما مصرع دوم دی که ما آسمانی هستیم. باز شه از روی لاغش گفت باز لاغش لاغ صحبت کردن یعنی شوخی. از روی شوخی گفت چه خوردی یا چه داری چاشت ساز. چاشت ساز یعنی تدارکاتی چون صبحانه düzəldəsən. Subhane düzəltməğa bir pəni var, çörək var, bir şey var. اصلا دیگه اشتها داری نکنه آشسان. چه خوردی بامدار که چنین سرمستی و پرلاف و باد. چینه چه مثل عزیده اول مثل elə bir şey yeməyibsən. Vəli bu tərəfdən ariflər ki, porlafudur, porbaddılar, məsələn, asaman edirlər, onlar da sərməst edirlər.
دیگه راز کار نده. میه ادعای نبوت رسن. گفت اگر نانم بودی خشک و تری لحمان بود مرتوب دا تر و تازه. چه کنی می دعوی پیغامبری؟ اگر آدز olmasaydı ادعای نبوت elemezdim چی؟ دعوی پیغامبری با این گروه همچنان باشد که دل جستن زکوه deyim mən biliyəm də heç kəs qəbul eləməyəcək. Dağdan ürək istəmə olar, dağa demə olar ki, ürəyin yansın. Bunlar daş ürəkdirlər. Mən biliyəm bunlar bavar eləməyəcəklər. Amma da neynim, heç çarə yoxumdur. Bunlara ki, deyəm ki, mən nübüvvətimi qəbul, heç qəbul eləyən yoxdur ki. Elə bir ki, daşdan ürək istəsən. کس ز کوه و سنج عقل و دل نجست فهم و ضبط نکته مشکل نجست ایبولا باشد شویم هرچه گویی باز گوید که همان دید dağda ne diyorsun dağ sözü getirecek özüve bazı əfrad bu da daşdır sözü deyirsən qeydiyi söz adamın özünə dağda da İnikas صدا var da dağ düşümü sözü getirir özüve می کند افسوس سن مستهزیان در واقع افسوس یا افسوس یا افسوس یعنی مسخره استهزا مثل استهزا مستهزیان یعنی مسخره کنندگان dağ adamın مسخره sözü adamın atıyor öz başına bazı əfradlar ki adamın sözünü qəbul eləmir sözü getirir adamın özünə deyim mən biliyəm bu cəmaat mənim nübüvvətimi qəbul eləmirlər از کجا این قوم و پیغام از کجا bunlar hara nübüvvət hara از زمادی جان چرا باشد رجا cəmaatdan kimin ümidi var ki bunda can olsun ruh olsun itufət olsun olan da bilə biliyəm ki bunlar mənim nübüvvətimi qəbul eləməyəcəklər iddia eləmişəm گر تو پیغام زنی گر تو پیغام زنی آری و زر پیش تو بنهند جمله سیم و زر واقعا اگر sen hedefin düzgün olsa və desən ki mən peyğəmbərəm bir dəfə səsləsən onda bunlar gələrlər itaat edərlər təzim edərlər simozləri tökərlər sənə ayağın altına amma o cür deyərlər ki çün bunlar qəbul eləmirlər mən bilirlər ki peyğəmbər deyərlər bunlar məni rədd edəcəklər ki falanca شاهدی میخواندد عاشق آمد بر تو او میداندد اما اجا بلا هم بینه دیسن چی جماعت دیسن چی بابا مثلا üstte چی بیت بزرگ خویا باللغه گر تو پیغام زنی آری و زر عجب bu cemaate deyəsən ki bir dənə xanım var orada xanım sizə bir namə yazıb ya orada bir dənə qızıl var keçsəz filan yerdə bir kisə qızıl tapacaqsınız onda pişeto benəhənd cümlə simazə dar nədarlar verərlər ki sizin xanıma sahib olsunlar ya o pula yetişsinlər amma دوباره ور تو پیغام خدا بله چه فلان جا شاهدی میخوانده شاهد همه زن زیبارو که اگر سن بی زیباروی دعوتلی عاشق آمد بر تو او میداند او خانم دا او زیبارو دا میداند تو را میشناسد بلنچ و صبح بلا başda üstə gedərlər amma mən ki iddia nübüvvət eləyəm bula dəvət eləyəm düz yola bula qəbul eləməyəcəklər ور تو پیغام خدا آری چو شهد که بیا سوی خدا ای نیک عهد
از جهان مرج سوی برج رو، چون بقا ممکن بود فانی مشو، گست خون تو کنند و گست سر، نه از برای hemiyet din هنر. Ne oldu? Der vakı Cenab-ı burada o mütenebbin dilice Mevlana'nın kelime düz söz dedi. Diye bunlar bu mütenebbin sözünü kabul edemeyecekler. Vəlo inki mən bunları Allah tərəfinə dəvət edəm də qəbul eləməyəcəklər. Amma əgər bunlar desən filanında yemək var, içmək var, xanım var, qızıl var, kəllələr üstə gedəcəklər. Və anki Peyğəmbərə duruq indi, amma Mevlana özü var idi, qəziyyə oldu. Mevlana der vaxtı özündə mətrəh eləyir, bizlərdəki Peyğəmbərlər o. Amma Peyğəmbərlərin sözləri mətrəh eləyir o. İndi çıxaq bir Gülüstan bağında. Mesela Mevlana'nın sözünü diye, Məsnevi diye, bir de o tarafta mesela bir meymun oynadı. Bir de o tarafta bir nemaşqa koyuyor. Bir de Şahşöyüdə Qızılacatiyə oxudu. Ki hansının tedadı çox olur. Onu istəyir diye. Diye bu cemaat bu cüdülər mütəssifana. İndi burada bu mütənəbbinin sərgüzəştində olacaq, başına nə bəla gələcək? Qalır soruya. خلاصه قصد خونه تو کنند و قصد سر اصلا başvursunlar ki sen hak danışırsan. Hak danışan taraftarı yoktur. Bu müddəi nübüvvət vəli əzrədimdə bir düz sözlərdə bu da neynədir? Mətrəh elədi. Xob, fikirəm vaxt istirahətdir. İstirahət eləyin. Təmdid qova inşallah təşkət bəqiyyəsində əsr yaxınızda, məntiq oteldə. Çox sağ olasınız, təvəssül ediniz. Çox məmnunum. İndi Xanım Nazım səsi yaxşı gəldi də? Yox. Elə bu cür danışarıq, kontrol.